Bizim qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri hörmətli Fərəc Quliyevdir. Xoş gördük Fərəc bəy, hər vaxtınız xeyir olsun. Xoş gördük bəy, necəsiniz? Təşəkkürümüzü bildiririk, sizi gördük, xoş olduq, minnətdarıq dəvətimizi qəbul edib iştirak etdiniz. Əziz Prime TV izləyicilər, sizlərdən də xahişimiz ondan ibarətdir ki, izləyən, hazırda canlı olaraq izləyən və yaxud da efirimizin təkrarını izləyəcək tamaşaçılarımız yayımda aktiv olun, hər kəs yayımı bəyənsin, şərh yazsın və mütləq şəkildə paylaşmağı da unutmayaq ki, daha çox tamaşaçı bu maraqlı müzakirəmizə qoşulsun. Hörmətli Fərəc bəy, girişdə də qeyd etdiyim kimi, mən sizinlə xüsusi müzakirə etmək istədiyim məsələlərdən biri də Suriyada baş verən proseslər, yeni kabinetdə türkmanların təmsil olunmaması məsələsidir. Niyə təmsil olunmadıq biz orada? Bilirsiniz, türkmenlər orada dünyasının uclarında yerləşən və bir etnik birlikdə dünyada və dünya siyasətində həmişə burada baskılar oldu. Məsələn, 39-cu ilə qədər hələ orada 39-cu ildə sadəcə Hatay, Türklər Hatay adı ilə Türkiyə birləşdilər, oradakı türkmenlər. Qalan hissəsi qaldı Suriyanın daxilində, amma o zaman orada qalan türkmenlərin taleyi ilə bağlı bir siyasi müqavilə bağlanmadı deyən, onların hüquqi cəhətdən çox ciddi boşluqlar yarandı orada içəridə. Və mütəmadi olaraq assimilyasiya prosesi yürüdüldü. Türkmenlərə qarşı o Suriyada bir ərəb sosializmi proqramı var idi. Məhz assimilyasiya proqramı idi bu proqram. Elə bir proqram həyata keçirdilər ki, türkmenlər orada ya biraz dağınıq qalsınlar, yəni lokal olaraq bir yerdə toplanmasınlar, dağılsınlar, kiçik qrupları tam olaraq assimilyasiya elədilər kəndlərdə. Məsələn, bunları ərəbləşdirdilər. Orada heç Türkçə daha danışmırlar, belə deyək ki. Qalan hissələrdə isə yerli dil olaraq danışmağa baxmayaraq, türk dilində danışmağa baxmayaraq, bunların kimliklərində, bütün sənədlərdə müsəlman yazılır. Bunlar etnik cəhətdən, etnik azlıq kimi Suriya tərəfindən tanınmır. Başqaları tanınırdı, amma bunlar tanınmırdılar. Və ona görə, orada indi siz bayaq rəqəm işlətdiniz ki, 6 milyon türkmən, amma rəsmi kayıtlarda bunlar bəzən 700 min rəqəmində göstərilir. Bəzən 1 milyon 500 min, bəzən 3 milyon 500 min, dəqiq bir rəqəm belə göstərmək imkanı yoxdur. Hərçəndi orada Hələb ətrafında təkcə 380-ə qədər türkmən kəndi var idi. Bilirsiniz, bunlar Oğuz türkləridir. Bunlar daha çox bizə yaxındılar, Azərbaycan türklərinə daha çox yaxındılar. Orada zaman-zaman o türklər, Azərbaycan türkləri orada hakimiyyətlərə gəliblər, hətta böyük işlər görüblər. Deyək ki, Səlahiddin Əyyubinin timsalında orada görülən işləri nəzərə alsaq çox böyük fəaliyyətləri olubdur. Və 7-ci, 8-ci əsrdən bizim Oğuz türkləri oradadırlar. Bunu hamı qəbul edir. Amma 11-ci əsrdən sonra isə Osmanlı Türkiyəsi zamanında 400 il Türkiyənin tərkibində oldular və çox ciddi şəkildə də orada fəaliyyətdə bulundular. Çox təəssüflər olsun ki, 1-ci Dünya Savaşında 18-ci ildə artıq məlum səbəblərdən ki, Türkiyə müharibədə pis vəziyyətə düşdü və onda artıq geri çəkilməli oldu. Axırıncı türk əskəri, hərbçilər Suriyadan çıxandan sonra türkmenlər olduqca pis vəziyyətdə qaldılar və ondan sonra sıxma bomba da atmağa başladı. Amma 21-ci ildə mən bunu xüsusi olaraq qeyd edirəm ki, yaddaşı ilə bunu söhbətimizdə bizə detal olaraq lazım olacaqdır. 21-ci ildə Ankara müqaviləsi var. Bu Ankara müqaviləsinə görə orada bir müddət var ki, deməli, oradakı türkmenlərlə bağlı olaraq Türkiyənin himayədarlıq məsələsi vardır. Yəni, orada əgər bir proses, problem olarsa, Türkiyənin müdaxilə imkanları nəzərə alınıbdır. Biz o müqavilə əsasən bu günləri Türkiyə müəyyən davranışları həyata keçirə bilər, onu istinad edərək. Doğrudur, sonradan bəzi dəyişikliklər elədilər. 70-ci ilin konstitusiyasında dəyişiklik elədilər. Orada bütövlükdə azlıqların məsələləri ortadan çıxarıldı. 50-ci illərdə Suriyada torpaq islahatı adı altında türkmenlərin əlindən torpaqları aldılar və milliləşdirdilər. Bu ərəb sosializmi biraz da buyurdu. Və torpaqsız qalan əhalinin də böyük bir hissəsi Türkiyə köçmə məcburiyyətində qaldı. Yenidən əhali buradan dağıldı, getdi, belə deyək ki. Və vəziyyətləri pisləşdi. Amma yenə deyirəm, oradakı 21-ci il müqaviləsində Türkiyənin qarantörlük məsələsi vardı. O da istinad edib, bugün müəyyən məsələlər qoya bilərlər. Mən indi baxdım, yaxın zamanlarda İraq üzrə Türkiyədə Türkmen dərnəkləri, birlikləri də
müraciət elədilər, bəyanat verdilər və çağırış elədilər, Türkiyədən çağırış elədilər. Bir neçə bənddə də məsələlər qoyublar. Siz dediyiniz məsələ tutaq ki, siyasi qurumlarda iştirak məsələsi olsun, dil məsələsi olsun və başqa məsələlər olsun, tələbləri vardı Suriya indiki yönətimi qarşısında. Onlar məsələn bildirirlər ki, biz apardığımız bu son inqilab vaxtı, inqilabın nəticələrinin birisi də demokratiyamız arzusunda olmuşdu. Üstəlik də milli haqlarımız istənmişdi. Əgər bu günləri Suriyada, konstitusiyada bütün hər hansı bir orada millətə ayrıcılıq qoyulacaqsa, yaxşı mənada yəni, birinin üstünlük, birinin az. Əgər bizə o verilməzsə, ya bizə də verilməlidir, ya onda bizim təpkimiz çox pis olacaqdır. Dilimiz haqqında da deyil, bu olacaqdır. Və hətta yönetimlərdə iştirak eləmək, müəyyən məsələdə iştirak eləmək. Şəhidlərimiz var, biz döyüşmüşük və bundan narahatıq ki, bizim haqlarımız tanınmır. Bizim deməli gözləntilərimizdən birisi buydu. Orada türkmənlərin istəkləri mən deyirəm. Başqa bir istəkləri nədən ibarətdir? Deyirlər ki, siz IŞİD-i, PKK-nı, PYD-ni indiki Suriya ordusu içərisində əridirsiniz və belə vəziyyətdə həm də liman hissələrində ki, orada artıq tör-töküntülər, əsərin tör-töküntülər ki, etiraza başlayıb. Günün birində bizim inqilabi nailiyyətlərimiz üzərindən xətt çəkilə bilər. O qruplardan bir qruplar birləşib fərqli bir yönetim edə bilər. Və burada bir totalitar diktatura qurulmamalıdır. Mesela bu yaxınlarda, yəqin bildiğiniz yaxın günlərdə oldu. Orada Əhməd Əl-Şaranın qardaşını prezident aparatında administrasiya rəhbəri kimdə belə bir vəzifə gətirdilər falan. Onlar narahatdılar ki, bu vəzifələrə türkmənlər gətirilmirlər. Ona görə oradakı vəziyyət, yəni ardıcıl olarak ben biraz tarife ona göre ekskurs elədim ki, türkmənlərə qarşı münasibət, türk dünyasına qarşı olan münasibət. Çünki bu türkmənlərin yerləşdiyi ərazi, türk ucları sayılır. Burada çox əhəmiyyətli bir bölge olduğu için, zaten geopolitik mənada çox əhəmiyyətlidir. Öz yerində Türkiyə üçün, türk dünyası üçün də bura həddən artıq əhəmiyyətli bir bölgədir, yerdir. Onun savaşı da ona göre belə aparırlar. Hörmətli Fərəz bəy, deməli çox önəmli məqamlara toxundunuz və sizə də ayrıca təşəkkürümüzü bildiririk tarixi ekskursiyaya görə. Və xüsusilə də bilirsiniz, biz niyə görə birmənalı həm də qarşılamırıq. Siz də indi bir neçə məsələləri sadvaladınız. İranın Suriya üzərində, Bəşər Əsəd üzərindən ciddi təsiri olduğu üçün türklərlə bağlı bu addımların baş verməsi, elə orada artan elə Bəşər Əsədin timsalında ərəb milliyyətçiliyi, bu addımları bəlkə də biz bəzən anlayırdıq ki, burada İran təsiri var, Bəşər Əsəd Ələvi təsiri var və s. və l. Ancaq Suriyanın dəstəklədiyi bir şəxsin hakimiyyətə gəlməsi və o boyda toplumun orada təmsil olunmaması ciddi suallar yaradır və yaxın günlərdə Əhməd Əşşaranın növbəti dəfə bir Türkiyə səfəri gözlənilir. Sizcə irad ona bildiriləcək mi orada? Mütləq bildirilməlidir, çünki o tələblərin içərisində başqa bir şey də var ki, deyirlər ki, siz türkmənlərin hərbçilərdən danışırsınız, amma siyasi qurumlarla danışmırsınız. Biz o diyalog masasında olmağımızı arzuluyuruq. Əgər olmarıqsa biz başqa dildə danışaq, ultimativ danışırlar. Yəni onlar da belə geri çəkilmək fikrində deyirlər. Mən isə belə Türkiyə tərəfi çox ciddi şəkildə bu məsələlərə toxunacaqdır və toxunmaq da məcburiyyətindədir. Mən bayaq da qeyd edirəm, birinci qarantörlük məsələsi vardı Türkiyənin. İkinci bir tərəfdən onlar hər kəsi müraciət edir. Orada türkmən kəndlərini darmadağın ediblər. O əlavə olaraq türkmən kəndliləri də müraciət edir. Bizim məscidlərimiz, məktəblərimiz, evlərimiz dağılıbdır. Biz kəndlərinə qayıtmaq istəyirik. 90-a qədər kəndi yerinə yeşən ediblər orada. Yəni ona görə bu şəranın qabağında məsələni sərt şəkildə qoymaq lazım. İndi elə bir vəziyyətdir ki, həm Suriyanın İsraillə münasibətləri, həm İranla münasibətləri, başqa dövlətlərlə münasibətləri belədir ki, Türkiyə əlin bunların üzərindən çəkərsə, onlar heç də edə bilməzdir. Həm də daxildəki vəziyyətlər onu tələb edir ki, ciddi şəkildə reformalar üçün, quruculuq üçün Türkiyənin dəstəyi lazımdır. Amma bu da əvəzsiz olmalı deyil. Mütləq şəkildə orada Türkiyəlilər, türkmənlər daha doğrusu söz sahibi olmalıdırlar. Parti əsaslarla, yəni biz neçə faiz işi olacaq, tutaq ki, biri deyir 10%, biri deyir 4%, biri deyir 15%. Ona əsasən hakimiyyətin bütün qollarında, yerli idarə etmələrdə də mütləq şəkildə olmalıdırlar və türkmənləri bir vacib məsələdə var. Bugün biz, onlar belə şüar verirlər, Türkiyə də şüar verir ki, Suriyanı bütün görmək istəyirik. Amma orada bu bizim ərazimiz, türkmən ərazilərinin də inzibati sənədləri məlum olmalıdır. Bir vaxtlar, gərək 24-cü ildə orada Suriya Birləşmiş əyalətləri yaratmışlar. Suriya belə idarə olunurdu. Fransızlar yaratmışlar o vaxtları. Sonra ləğv olundu. Orada da türkmənlərin rəhbərliyində Kər Məhəmməd deyilən bir şey rəhbərində dayanırdı. Adı Qəriməd deyilən də yadımda qalıbdı. Mən o vaxt oxumuşdum. Deməli, o vaxtda inzibati sənədlər məlum idi. İndi inzibati sənədlər məlum olmayan da 50-ci il torpaq islahatından da torpaqlarını alırlar.
bu əhalinin harda yerləşəcəkdir? Bunu dağıdırlar. İstəyirsə başqa yerlərə göndərirlər. Assimilyasiya tipidir də. Sonra ərəbləşdirirlər. Kimliyində bir şey yazılmır, göstərilmir kimliyində. Müsəlman yazılır. Və yalnız məktəb yox, dil yox, konstitusiyada bir şey göstərilmirdi. Kətdə, kəsəkdə danışmaqla dili qorumaq da mümkün deyil. Ona görə bu səfərdə siz bayaq toxunduğunuz məsələ ciddi məsələdir ki, mütləq şəkildə bu ayrıca olaraq da türkmenlərin dil məsələsi, ordudakı rəhbərlikdə təmsil olma məsələsi, yerlərdə idarə etməkdə, kətlərdən tutmuş hər yerdə idarəçilikdə olma, kompakt yaşayan yerlərdə idarəçinin rəhbərliyinin türkmenlərdə olma məsələsi, parlament məsələsi və bugün türkmenlərin bir türkmen məclisi var, bilirsiniz, türkmenlər adından danışır. Onların legitimliyinin tanınması və onların qərarlarına sayğıyla yanaşılması, bunlar Türkiyə tərəfindən ortaya qoyulması çox vacibkətdir, bu bir. İkincisi, söhbətinizin müqəddimə hissəsində toxundunuz, Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı olaraq ki, orada cümhuriyyətlərin münasibəti, oxşar münasibət də türkmenləri olmalıdır. Biz gelişmiş adımlar atmalı deyilik. Məsələn, mən hesab edirəm ki, Türk Dövlətlər Təşkilatı artıq hələ Şimali Kipr Türk Cümhuriyyətini də, elə türkmenlərin də məclisindən nümayəndələrinin müşahidəçi qismində artıq bizə sarı dəvət eləməlidirlər. Dünya görməlidir ki, bunların arxasında qüvvə var, güc vardır, hesablaşan bir yer vardır. Həm bizim uzantılarımız hər yerdə olmalıdır, görməlidir ki, Türk dünyasının ölçüləri hardadır. Həm də onlar da özlərini biraz güvənli hiss eləməlidirlər. Lazım gəlsə onlara dəstək verir, maliyyə dəstək və s. verilməlidir. Biraz reinvestiya qoysa onlar yaxşı duracaqlar. Çox zəngin torpaqları vardır. Həm kənd təsərrüfatla bağlı, həm qaz, neft ehtiyatlarla bağlı, həm logistik imkanlarla bağlı çox əhəmiyyətli bir yerdir o türkmenlərin indi mövcud olduqları ərazidə. Ona görə Kuzey Kıbrıs Türk Cümhuriyyətində olan münasibət də Türk Dövlətləri Təşkilatı tərəfindən, oradakı ayrı-ayrı ölkələr tərəfindən də eynən türkmenlər olmalıdır. Yəni təkcə Türkiyə əşarə gedir o başqa məsələ. İstənilən bir dövlət, elə Azərbaycanda Suriya dövlət başçısıyla danışanda mütləq şəkildə ortada müzakirə olunan tədbirlərdən birisi oradakı türkmenlərin məsələsi olmalıdır, hər mənada. Üstəlik başqa bir məsələ. Məsələn, orada düzdür, mən baxdım dərnəkdən işarə elədilər ki, bizim kadrlarımız var, amma uzun müddət ki, orada türkmen kəndlərində məktəblər yoxdur, dil məsələsi sıxışdırılıbdır, təbii ki, kadr çatışmazlığı vardır. Həmən Türkiyə tərəfdən türkmenlər arasından gəncləri Türkiyə aparmaq və müxtəlif sahələrdə yaxşı kadrlar hazırlamaq lazımdır. Hər sahədə, müəllim, hərbiçi və s. hazırlamalıdır və Suriyaya qayıdıb Suriyanın idarəsində həm də onlara göstərmək lazımdır ki, məsələn, Əl-Şariyə ki, kadrları göndərin, işlə təmin edin, məlumat verin bizə. Yəni, biraz bunlardan tam o demokratik, sənin daxil işində falan qarışmırır. Son zamanlar bir bəyanatda biraz çox, məncə, ifrat demokratiya göstərdilər ona qarşı ki, İsraillə bir şeylər edirsə, özü bilər falan, nə müqavilə bağlıysa falan. Mən belə baxmıram. Sən Suriyanı xilas eləmişsən, Suriya xalqını xilas eləmişsən, oradakı bütün millətləri xilas eləmişsən, dövlətin bütövlüyü saxlamışsan, işitə PKK-nın, PYD-ni Türkiyə timsalında derim, ləğv eləmişsən, şəhidlər vermişsən və bura sənin artıq kontrolunda olan bir yerdir. Əl-Şaidə məcburdur, borcudur ki, artıq sənin dediyini, Türkiyənin dediyini eləsin. Onun da qarşında şərt qoymaq lazım. Bizə nə var? Bu əyalətlər, türkmen əyalətləridirlər, baskılar olmayacaq, məktəblər olacaq, dil məsələsinə baxacaqsın, bu da mənim kadrlarım göndərir. Kadrları burada yerləşdirəcəksən, bu dəqiqə ki, müəllim, həkim falan yoxdur, ev yox olsun. Türkiyədən, Azərbaycandan, Özbəkistandan, Qazaxıstandan kadrlar, könüllülər ola bilər. Geçsinlər, dərs desinlər, geçsinlər, həkim kimi işləsinlər, hərbi birlərin yanılmasında təlimatçı kimi işləsinlər. Amma oranı, yəni kadr məsələsində də boş buraxmaq olmaz, ədəbiyyatla təmin eləmək lazımdır. Dalmış kəndləri orada dedilər 90-a qədər, 80-90 arası kənd vardır. Hər birində olsun 1000 dənə, məsələn, insan yaşasında 100 min elədir. Kiçik bir rəqəmdir. Bu, İstanbulun bir məhəlləsi qədər bir yerdir. Orada vəsait ayırmaq mümkündür. Türk Dövlətləri Təşkilatı vəsait ayırır. Dərhal o məktəbləri, o kəndləri tövlüklə salmalıdır ki, cəmaat da ora qayıtsın, torpaqları alıb vermə. Ona görə orada görüləcəklər çoxdur. Və mən hesab edirəm ki, bizim təkcə türkmenlərin öhdəsində buraxacağımız bir iş deyil. Bizə başqa, bütün Türk dünyası bizim, təbii ki, canımız, qanımızdır, baş tacımızdır, amma türkmenlər Oğuz türklərdir, buradan gedən türklərdirlər. Biz özümüz də Azərbaycanda xüsusi bir məncə məsələlərdə yanaşma qoymalıyıq. Deməli, elə Türk Dövlətlər Təşkilatından danışmışkən, son günlər bir qədər diqqətdən kənar qalsa da, bəzi media tərəfindən də bu məsələlər bu gündəmə gətirildi. Hansı ki, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Macarıstanın Kipr Respublikasında səfirlik açması, bilirsiniz Kipr Respublikası həm də Avropa İttifaqının üzvüdür. Səfirlik açması birmənalı qarşılanmadı.
Ancaq mən bu cür baxmıram məsələyə hər bir halda. Bir partiya rəhbəri olaraq, bir ziyalımız olaraq sizin mövqeyiniz necədir bax Türk dövlətlərindən məhz Kipr Respublikasında səfirlik açılması məsələsinə? Hörmətli Rus bəy, mən 2012-ci ildə Kuzey Kıbrıs Türk Cümhuriyyətində oldum. Mən orada ADA-TV'də bir böyük müsahibə vermişdim, 45 dəqiqəlik təxminən. Mən sonra linki atarım, boş vaxtınızda bir baxarsınız. O vaxt hətta mən təklif eləmişdim ki, Azərbaycanla Türk dövlətləri ilə Kuzey Kıbrıs Türk Cümhuriyyəti arasında xüsusi münasibətlər olmalıdır. Hərbi reyslərin açılması, səfirliklərin açılması, nümayəndəlik şəklində fərq yoxdur, açılması, xüsusi ticarət palatalarının yaradılması və ticarətin müəyyənləşməsi, gömrük üsullarına baxılması, qarşılıqlı yardımlar haqqında müqavilələrin bağlanması və s. və ilaxır. Mən bu günləri o Türk Cümhuriyyətləri tərəfindən atlanadığını təbii ki, təqdir edirəm. Ona görə o 2012-ci il haqqında danışdım ki, bu fikir də mənim üçün yeni fikir deyil və təqdir olunan fikirdir. İndi artıq Azərbaycan tərəfdən də çox ciddi addımlar atmaq mümkündür. Bir ara bizim Qarabağ problemi olanda açıq məsələdə biraz tərəddüd, biraz çətinlik yaranırdı ki... Çox üzr istəyirəm Fərəc bəy. Mən o Türk dövlətlərinin Şimali Kiprlə bağlı mövqeyini demirəm. Sırf Yunan Kipri ilə bağlı atdığı addımlardan söhbət gedir ki, səfirlik açmaları filan. Başa düşdüm. Mən Kuzey Kıbrıs Türk Cümhuriyyəti haqqında düşündüm ki, açmaqları və yaxud da orada bir... Yox, biz onlara artıq müşahidəçi statusu vermişik, mövqeyimiz bəllidir. Sadəcə olaraq həmin o Türk dövlətlərinin Yunan Kiprində səfirlik açması və durmadan bunun həm ard-arda baş verməsi suallar yarattı təbii olaraq. Yox, o başqa bir məsələ. Mənim toxunduğum tamam başqa bir məsələ. Bəli, mən bəli. Şimali Türk Cümhuriyyəti haqqında danışam ki, o biz bağrımıza basmalıyıq, yanımızda olmalıdır. Ora bala vətən sayılır və o bala vətənə sahib çıxmalıyıq və o səfirliyi orada açılmalıdır. Təbii ki, Yunan Kiprində Türk Cümhuriyyətlərinin gedib səfir açması məsələsini mən tamamilə absurd bir məsələ kimi qeyd edirəm. Yerində olmayan məsələ kimi qeyd edirəm və hesab edirəm ki, o məsələlərdə Türkiyəni izləmək lazım, Türkiyə siyasətini. Mən sizin prezident bir dəfə xatırlayırsınız, Yunanistanın səfirini burada qəbul edəndə onu uşaq kimi damladı onu və bir açıq mesajını da verdi. Xatırlayırsınız, o vaxtları mavi və sıxıntılar var idi. Türkiyə qarşı sıxıntılar var idi, yaradırdılar. Dedi ki, Türkiyənin dostu düşməlidir və Türkiyə qarşı olan hər hansı basıqda bizim tərəfdə olan eyni adekvat reaksiya edəcək. Biz bu günləri o məsələlərdə çox ayıq-sayıq dayanmalıyıq. O kiçik bir ada məsələsi deyil. O bütövlükdə o mavi vətən deyilən Arab dənizinin taleyi məsələsidir. Türkiyəni Ege dənizində həbs eləmək istəyirlər. Çalışırlar ki, orada Kiprlərin o yaxınlığında olan neft-qaz mədənlərini Türkiyənin əlindən alsınlar. Liviya sərhədlərinə qədər keçidlərin bağlanmasında Türkiyəyə qarşı hələ bir arada altılıq da yaratmışdılar. Xatırlayırsa İsrail, Kipr, Yunanistan, nə bilim... Hətta Misir. Birləşmiş Ərəb Əmirlikləri, Misir, hətta Misir, bəli. Sonra bu ölkələrin ayrı-ayrılıqda Türkiyə məsələləri sahmana sala bildi və hətta İsraillə o səviyyə gəlmişdi ki, İsrail özünün qaz boru xəttini Türkiyədən keçməklə Avropa satmaq haqqında da razılığa belə gəldi. Misirlə çox yaxşı vəziyyət yarandı. Amma indi bizim Türk Cümhuriyyətləri tərəfindən, xüsusən də baxın, o Qazaxstanda məşhur o çevriliş zamanı vardı, bir Nazarbayev zamanı. Ondan sonra ki, Rusiyada girib çıxandan sonra İstanbulda Türk Cümhuriyyətlərinin Xarici İşlər Nazirləri və xüsusi kəşfiyyat idarələri rəhbərlərinin görüşü oldu, qərarlar aldılar. Orada qərarlar aldılar ki, xarici siyasətimizi və bizim təhlükəsizlik siyasətimiz koordinasiya olunmalıdır. Bu məsələ mütləq Türkiyənin koordinasiya olunmalıdır. Burada müstəqil şəkildə qərar vermək doğru deyil. Xüsusən bu həssas məqama Kiprdə yanaşmada. Çünki orada bir referendum oldu vaxtilə. Əgər bu Yunan Kiprinin iradəsini deyək ki, nəzərə almaq məsələsi və bizim Şimal Kipr Türk Cümhuriyyətinin əhalinin iradəsini nəzərə almamağı da yadımıza salsa, orada BMT tərəfindən bir referendum keçirildi. Səs vermədə o birləşmə ilə bağlı olaraq. Orada iradə nə oldu? Yunanların götürdülər, ayrıca götürdülər, onları bir Avropa Birliyinə adına dəvət eləmək məsələsi oldu. Amma ki, bizim Kiprə orada tamam bir ögey münasibət oldu. Sığallıq edən tərəf Yunan Kipr oldu o dönemdə. Bu parçalanmanın saxlamasının səbəbləri onlardır. Burada da xüsusi Türkiyə qarşıda iddialar vardı, başqa şüarlar var. Son zamanlarda yenə də biraz baş və fəallaşma var. Ona görə mən hesab edirəm ki, bu məsələdə tələskənliyə yol vermək olmaz. Və Yunan Kipri ilə bağlı məsələlərdə birməna şəkildə Türkiyə Cümhuriyyəti ilə razılaşdırılmış şəkildə addımlar atılmalıdır. İndiki halda biz üstünlüyü bayaq mən o giriş söhbətində, bu sualın giriş söhbətində
belə başa düşmüşdüm ki, bizim Kiprdən, Şimali Kipr hökumətindən söhbət gedir. O avantajlar, o əməkdaşlıq, o birlik, o bağra basmaq Şimali Türk cümhuriyyəti ilə bağlı olmalıdır. Bizim nə ola bilər ki, indiki halda. Yəni bizim üçün əgər məsələ belədirsə ki, biz belə məsələni belə qoyuruq, Türk cümhuriyyətlərinin hər hansı birinin bir yerinə bir iynə batırıq olarsa, biz bədənimizə çuvalımız batırılmış kimi qəbul ediriksə, bu Yunan Kipri Türkiyə baskı üçün, təzyiq üçün yaradılmış bir alətdir. Yəni ki, necə ki, Ermənistan bir alətdir, xüsusi hazırlıqlar, bu Kipri də o cür hazırlıqlar. Türkiyə, Türk dövlətlərinə, xüsusən də Türkiyə qarşı hazırlıqlar. Ona görə mən bu məsələ təqdir eləmirəm ki, orada Türk cümhuriyyətləri gedib səhvlik falan açsın. Deməli, diqqət çəkən məqamlardan biri də bilirsiniz nədir Fərəz bəy? Türkmənistanın mövqeyi. Türkmənistanın misal üçün başqa vaxt Türk Dövlətləri Təşkilatının inkişafında biz addım attıra bilmirik. Ancaq nə baş verdi ki, qaça-qaça gedib o da misal üçün səfirlik açdı. Bütün bu proseslər sizcə Türkiyənin iradəsindən kənar mı baş verir, yoxsa Türkiyə ilə razılaşdırılmış addımlar atılır? İnanmıram ki, razılaşdırılsın. Çünki belə bir şey olsa hər halda bir hiss olunardı. Və Türkmənistanın belə hərəkətləri bəzən Orta Asiyadakı respublikaların bəzilərində belə şeylər olur. Bir vaxtlarda Ermənistana gedib orada soyqırım abidəsini ziyarət eləmək, müəyyən müqavilələr bağlamaq. Son vaxtlar mən Ermənistanla Türkmənistan arasında qaz xəttinin, o qaz satışı ilə bağlı artıq razılaşmalar, danışıqlar var, yəqin ki, məlumatınız vardı, yoxsa yox. Ki, o Türkmən qazını da almaq istəyirlər falan. Məsələn, onu da detal olaraq Azərbaycanla almışdım. Belə şeylərdə Türkmənistan biraz deyək ki, ümumi evdən daha çox onun özünün mənafələrini önə çəkirsə, bu yanlışdır. Yəni biz Türk cümhuriyyətləri bir artıq blok davranışı nümayiş etdirməlidir və hər bir dövlət özünün xoşbəxtliyini Türk Dövlətlər Təşkilatının xoşbəxtliyinin içində axtarmalıdır. Ayrı-ayrılıq eləsələr, bizi gölqurtma üsuluna yenə də aram-param parçalayacaqdılar. Hər birinin qabağına kök atacaqdılar, birinə kötək vurmağa çalışacaqdılar, birini şirişləndirəcəklər. Sabah tutaq ki, mən bu məsələni bir xeyli əvvəl demişdim, Qazaxıstanda ya Özbəkistanda qiymətli metallar, uran çox və Avropanın da gözü orada. Onlar da bu strateji məhsulla bağlı qərarlar verəndə məncə Türk Dövlətləri Təşkilatı bir yerdə razılaşmalıdır müəyyən məsələləri. Artıq siyasətdə iqtisadi ritorika olmalıdır. Bu göstərməlisən ki, sən mənim qardaşlarıma baskı eləsən, mən sənə uran satmaram. Sən mənim qardaşlarıma düşmən olan dövlətlərə silah satarsansa, mən də sənə bunu silahda istifadə olunan materialı satmaram. Bunu hər kəs bildirməlidir. Bugün Ermənistan-Azərbaycan münasibətləri təbii ki, axarında gedir, qayda düşəcəkdir. Amma Türkmənistan hər halda Ermənistanla qaz sözləşməsi edəndə ona deməlidir ki, sən Azərbaycanla daha yaxınsan, onda qazı vardır, münasibətlərinizi sağlamalısın, oradan al. Ya da siz münasibətlər yaxşı olansa, Azərbaycan hə desin, mən də sənə satarım. Mən belə bir sadə, bəsit formada deyirəm. Təbii hər bir dövlətin özünün mənəviyyəti var. Amma bu Türk Dövlətləri Təşkilatı nədir? Mədəni qurum deyil bu. Dünyanın belə xaotik vəziyyətində, qarşı-qarşı durmalı olduğu bir vəziyyətdə, force-major vəziyyətlər gözləndiyi halda bizi belə xırda məsələlərindən ayırmalı deyirlər. Biz o birliyimizi nümayiş etdirməliyik. Hər məqamda, hər halda nümayiş etdirməliyik. Ona görə Türkmənistanın bunu Türkiyə ilə razılaşdırdığını demək, əlbəttə bu mənim fərziyyəmdə hesab edirəm ki, razılaşdırılmamış məsələ ola bilər. Bu arada əziz tamaşaçılar, bir daha sizlərdən xahiş edirik. Hər kəs yayımı bəyənsin, paylaşsın, şərh bölməsində aktiv olun ki, daha çox tamaşaçının qarşısına çıxsın maraqlı müzakirəmiz. Nəzərə alın ki, sizlərə bildiriş getmir bu son bir neçə gündür yayınına başlayarkən. Bunun da səbəbi ondan ibarətdir ki, hər zaman dediyimiz kimi kanalımıza ciddi şəkildə hücumlar həyata keçirilir. Ötən dəfə yəqin ki, canlı chat bölməsində iştirak edən bizim daimi izləyicilərimiz də bunun şahidi oldular ki, İran tərəfdən maliyyələşən qruplardır ki, müxtəlif adlar altında fəaliyyət göstərirlər. Kanallarımıza Azərbaycan media məkanını hədəf alırlar. Ona görə dəstəyinizi əsirgəməyin və aktiv olun yayın boyunca. Hörmətli Fərəc bəy, deməli, dünən çox önəmli bir hadisə baş verdi. Trumpla Netanyahu görüşü zamanı Donald Trump'ın çox maraqlı bir ifadəsi oldu cənab Erdoğanla bağlı. Deyir, onu sevirəm, bu mənim dostumdur. Hətta deyir, istəyirsən sizi bir araya da gətirin, bir telefon zəngi deyilin, danışım sizinlə bağlı. Və Netanyahu'nun da belə bir açıqlaması oldu ki, biz Türkiyəni qarşımıza almaq istəmirik. Yaxın Şərqdə baş verən proseslər, xüsusilə Azərbaycanın bir qardaşı, bir tərəfdaşının qarşı-qarşıya gəlməsi təbii ki, bizim də maraqlarımıza xidmət etmir və etmirdi. Təsadüfi deyil ki, ötən günlərdə də hörmətli Hikmət Hacıyevin
həm İsrailə, həm də Türkiyə səfəri bunu deməyə əsas verir ki, Azərbaycan tərəfi yenə məsuliyyəti özlərinə götürüb və xüsusilə iki ölkə arasında münasibətlərin normallaşmasında maraqlıdır. İsrail və Türkiyənin münaqişə içərisində deyil də bir ortaq nöqtələr üzərindən kompromisə getməsi qarşılıqlı kimin maraqlarına zərbə vuracaq? Bugün birinci Trump'ın o münasibətlə mövqeyi təbii ki təqdir olunandır. O əvvəlki çıxışları birində demişdi ki, son 1000 ildə çalışılan və nail olunmayan hədəflərə çatıldı Suriyədə, Türkiyə tərəfindən. Və orada da, o anda da Cənab Erdoğan'ın ünvanına xoş və ona münasib olan sözlər, yaraşan sözlər, Erdoğan'a yaraşan sözlər ifadə eləmişdi. Bugün Erdoğan timsalında, baxın, Fransa qəzetlərinin birisi 3 gün əvvəl bir yazı yazmışdı. Yazır ki, Qanuni Sultan Süleymandan və Məhəmməd Fatihdən sonra ən təhlükəli türklərdir. Yəni, bunlar ehtiyat edirlər. Erdoğan'ın o birləşdirici fiqur olaraq, xarizması, Türkiyə üçün, Türk dünyası elədikləri ilə bağlı olaraq. Ona görə Türkiyənin daxilində də bir xaotik vəziyyət yaratmağa çalışırlar. Əlbəttə, bu məsələdə sizin o dediyiniz və həm də narahatlığınız deyək ki, Türkiyə-İsrail münasibətlərindəki soyuqluq hamımızı narahat edir. Təkcə ona görə yox ki, Azərbaycan və İsrail qardaş türk dövlətlərdir, Türkiyə bizim qardaş dövlətdir və təbii ki, biz artıq bir millət, iki dövlətdən inşallah yaxın zamanlarda elə bir millət, bir dövlətə qədər bir yol keçərik, yavaş-yavaş konfederasiya və başqa formalarda. Bizim təbii ki, hesab edirik ki, Türkiyənin İsraillə münasibətlərinin sağlamlaşması vacib şərtdir. Bu, Netanyahu-Trump görüşün zamanı da məncə müzakirə olunan məsələlərdən, bir neçə məsələdən birisi də Türkiyə-İsrail münasibətlərinin samana salınması ilə bağlı Trump'ın orada da təbii ki, yəqin ki, məsləhətləri, tövsiyələri və yol xəritəsi təqdim olunubdur. Bu çox vacib məsələdir. Bu təkcə Türkiyə və İsrailin mənafeyi yox, həm bölgənin, həm də bütövlükdə dünyanın taleyinə təsir edən çox ciddi məsələdir, yəni iki dövlətin münasibəti. Həm də Türkiyə ilə İsrail arasında çox ciddi belə konfliktin qalması, yaranmasının da bir səbəbini mən açıq, bəlkə bu mənim çox subyektiv fikrimdir, bəzən indi tamaşaçılar arasında buna fərqli baxacaqlar. O, ərəblərə görə İsraillə münasibəti pozmağa dəyməsi. Ərəblər mütəmadi olaraq, indi hamısını nəzərdə tuturam, Türkiyənin arxadan xəncər saplayanlar olublar. Mən bu yaxınlarda bir daha baxdım, Mahmud Abbasın ermənilərlə bağlı onlara canfəşanlıq eləməsi, onların hərbi yardım haqqında danışması, bütün mənələrdə dəstək verəcəyini bildirməsi. Özünə yardım edən lazımdır. Yenə indi də düşüb Ermənistanın yardımına. Həqiqətən qəribə bir toplum deyə bunlar. Bəli, bu ərəblər tarixən Türkiyənin daha da nailiyyəti olubdur, Fələstində, başqa yerlərdə onun kürəyinə xəncər saplıqdır, həmişə. Günü bu gün də Əl-Şarənin timsalında baxaq. Bu adamı gətirib iş başına qoyan Türkiyədir. Suriyanın sahmana salan Türkiyədir. Orada türkmənlərə bu günləri ögey münasibət göstərmək, Türkiyə siyasətdə ögey münasibət göstərməkdir. Bunun başqa adı yoxdur ki. Gəlib Türkiyənin üzərində getməyəcəksən ki, silahına sursatın. Ona görə bu ərəblərlə bağlı olaraq da mən hesab eləmirəm ki, Türkiyə-İsrail münasibətləri pozulmalıdır və inşallah ki, pozulmayacaqdır. Mən Azərbaycanın timsalında İsrail-Fələstin münasibətləri yanaşmanın doğru olduğunu düşünürəm. Orada Türkiyədə bunu deyir. İkili dövlət yaransın və burada münasibətlər sağlam vəziyyətdə olsun və s. Amma ifrata varıq ki, orada təbii ki, Fələstində qırğın olmasın, uşaqlar ölməsin, Qəzzada, başqa yerlərdə, heç bir yerdə biz istəmirik müharibə olsun, qan tökülsün. Bunlar başqa məsələdir. Humanitar çağırışlar başqa məsələdir. Amma böyük siyasətdə İsrail kimi dostu itirmək doğru deyil və onu qarşısına almaq da doğru deyil. İsrailə də bu sərf eləmir. Bu günləri Amerikada sərf eləmir. İsrail bu günləri eyni zamanda İrana, eyni zamanda Suriya, eyni zamanda Türkiyə meydan oxumaq gücündənmi? Deyil. Amma bu kimin xeyrinə işlə belə bir şey olsa, şərq tucağında olan dövlətlərə sərf edilir. Amerikada sərf edilir. Bu İrana, Çinə, Rusiya sərf edilir. Bəli. Türkiyə də münasibət tamamilə bu məsələləri, Türkiyənin bir balaca ayağı sürüşsə, bir balaca zəif görünsə, Rusiya Türkiyəni yiyər həmən. Elə indi bunu belə baxmağına baxmayın. Xeyli məsələlərdə də Türkiyədən narazıdır təbii ki. Xeyli məsələlərdə narazıdır. Ona görə Türkiyənin bu günləri hesab edirəm ki, dərin dövlət ağlı bəs edəcəkdir ki, bu hesab kitabına
bu məsələdə fərqli davransın və Azərbaycanın da bu məsələdə yanaşması, əgər vasitəçilik missiyası varsa ki, bunları bir araya gətirmək, barışdırmaq missiyası varsa, bu çox vacib bir məsələdir, həddən artıq vacib məsələdir. Həm Azərbaycan özü üçün, həm qarşıda gözlənilən force-major vəziyyətlərdə bölgə üçün, həm Türkiyənin gələcəyi üçün çox vacib məsələdir. Əlbəttə ki, biz də Türkiyədə, İsraildə Fələstin məsələsində, Həmas məsələsində, başqa məsələlərdə ifrata varmamağı, dinc əhaliyə münasibətdə dəyişik siyasət yürütməyi, o dağıntıları falanı aradan qaldırmağı, bunların tərəfdarıyım. Ben yenə dedim. Heç şübhəsiz, əlbəttə. Bu başqa bir məsələdir. Amma biz Türk dünyasına, xüsusən Türkiyəyə mütəmadi arxadan kürənə, xəncər saplayan bir qrup teröristə görə məncə hesab eləmirəm ki, biz İsraillə münasibətləri pozmalıyıq. Ola bilər bizi tamaşa edənlərin xeylisi bu məsələlərdə məndən razılaşmasını özləri bilərlər. Mən belə düşünürəm. Mənim üçün Azərbaycanın marağı, Türkiyənin marağı, Türk dünyasının marağı hər şeydən üstündür. Və mən hesab edirəm ki, biz adekvat davranmalıyıq. Bizə qarşı, Mahmud Abbasdan misal çəkdim, mütəmadi olaraq bizə badalaq atan, ermənilərə dəstək verən, bizə düşmənçi eləyən, bizim düşmənlərimizə yardım edən dövlətlərin, toplumların bizə qardaş olan İsraillə bərabərləşdirmərəm. Türkiyə təbii bizim özümüzündür, Türkiyə baş tacımızdır. Türkiyənin də zəifləməsini istəmərəm. Türkiyə-İsrail dostluğu, Türkiyə-İsrail düşmənçiliyindən bizə daha önəmlidir. İndiki vaxtda biz bu dostluğu itirməli deyilik və hesab edirəm ki, iki dövlətin də dərin dövlət ağlı bu məsələdə çox doğru bir qərar verəcəkdir. Mən hesab eləmirəm ki, indi bəzən media baxıram ki, ay nə bilim İsraillə Türkiyə savaş mı olacaqdır falan, heç bir savaş olmayacaqdır. Sadəcə münasibətin soyuq qalmasından eləyir. İsti bir münasibətlərin qurulması çox vacib məsələlərdən biridir. Deməli, o Fələstindən ki, misal çəkdiniz, əslində mən bildiyim qədərilə həmin o Fələstin Azadlıq Təşkilatı olsun və digər qruplaşmalar ki var, hansı ki terror qruplaşmalarıdır. Onlar Assalanla birlikdə deyildimi onların qərargahları filan? Yoxsa mən səhv xatırlayıram? Birlikdədir və mən sizə bir şey deyim. Rus bəy, mən sizin verişlərin birisində, bilmirəm, Günos TV-də yoxsa burada bir məsələ toxundu. Bu, oktyabrın 7-sində deyəsən İsrail'e vurdu. Həmas vurdu. İndi bu proksi qüvvədir. Yəni İran uzantısında bilirik biz. O da, Hizbullah da, başqaları da. Bundan İran belə əl çəkib. İran əl çəkibsə, Türkiyənin bu Həması falanı, onların adamlarına müdafiə eləmək baxımından yanaşması məncə doğru deyil. Fələstin müdafiə eləmək başqa şeydir. Məsələn, o Qəzzanın başqa bölgələrin Fələstinə qatılması projesi doğru bir yanaşmadır. Ərəb ölkələri yığıldı, qərar verdi. Trump ki bir söz demiş ki, onu mən idarə etmək götürürəm falan söhbəti vardı. Xatırlısı ondan sonra Ərəb bölgələrdə yığışdılar. Misirdə və bir qərar verdilər ki, oranı biz özümüz qayda salacaq, ucaldacaq, yüksəldəcək və buranın qərarını orada Qəzza sakinləri verəcəklər. Fələstindən də idarəsində qalsın. Amma mən bu məsələni bir də xatırladım. O 7 oktyabr hadisəsindən xeyli əvvəl, bir müddət əvvəl daha doğrusu, İranın dondurulmuş vəsaitlərinin 7 milyard dollara qədər vəsaiti Cənubi Koreya banklarından Amerika icazə verdi ki, İran götürdü. Götürdü və o Qəzzada baş verdi, hadisə baş verdi. Sonra da orada Həması əzdilər. Bir müddət sonra bir də tranş oldu, bir də onun doldurmuş vəsaitləri götürdülər. Sonra Hizbullaha da bir başını əzdilər. Məncə belə bir anlaşma var idi. Sən ki deyirsən ki, mənə orada yaxın şərqdə qarşı salmaq istəmirəm, bu qruplar mən Həmasdır, Hizbullahdır, ayağıma badalıq oldu. Onda sən çəkil kənara, biz onu əzədik. Və çəkildilər. Və xatırladım ki, sizə o zaman Həmasın rəhbəri etiraz elədi. Bir açıq şəkildə İrana etiraz elədi. Sonra çağırdı Tehrana bir tədbirə və Tehranda da onu öldürdülər, getdi. Yəni, məncə İran belə artıq o proksi qüvvələrdən əl çəkdi. Bu yaxınlarda da İran Müdafiə Nazirinin gərək ki, müavini idi, belə bir ifadə işlədi. Husilər vuranda Amerika gəmiləndi ki, bizim Rusilərlə heç bir əlaqəmiz yoxdur. Onlar özləri qərar verirlər. Rusilər kim vurur, bizə dəxil yoxdur. Kim Rusiləri vuracaq, bizə dəxil yoxdur. Onlar da satdılar. Məncə ortada bir anlaşma var, hətta Amerikanın İranla, İsrail ilə bu məsələdə ki, proksi qüvvələrini əgər sən idarə eləmirsənsə, arxasında durma, mən dərslərini verib, sonra sən də reformalarına baxar məsələ. İndi doğrudur, indi məsələ bu yerə gəlib çatıb ki, hamı gözlür ki,
İran-Amerika müharibəsində başlayacaq, olacaq ya olmayacaq. Amma günün birində proses tərsinə çönə bilər ki, oturub müəyyən məsələləri anlaşıla bilərlər. Yəni mütləq şəkildə bu toqquşmanın olması da olmayacaq. Çünki elə bir hal gəlib yarana bilər ki, o halda İran ciddi şəkildə geri çəkmək məcburiyyətində qalar. İran Amerikanın döyüşmə iqtidarında, İsrailin döyüşmə iqtidarında olan bir dövlət deyil və gəmilərin yaxınlığında Diaqo gərək ki, adasını gətirib İran 3000 kilometrlikdə dayanması, 7 BQ bombardman təyyarın gətirilməsi, tərdaşın gəmilərin gətirilməsi, bunlar hamısı savaş göstərir məsələdir. Amma savaşmadan da savaşma olur. Yəni onu göstərirsən gücü, amma vurmursan və nəticə əldə edirsən. Böyük ehtimalla indi hamı proqnoz verir ki, müharibə ola bilər. Mən hesab edirəm ki, bir anda razılaşma da ola bilər. Dediyim ondan ibarətdir ki, hətta düşmən olur dövlətlər belə bu proksi qüvvələri danışıblar. İran belə yaratdığı proksi qüvvələrdən əl çəkir. Suriyada da İran gördük ki, geri çəkildi. Milislərin falan çəkildi. Geri çəkildi, yəni qovuldu. Hələ də mübarizə aparır, ancaq mümkün deyil. Təbii qovuldu. Əlbəttə keyfindən eləmir bunu. Belə vəziyyətdə Türkiyənin ərəblərə, müsəlmanlara, bir ümmətə sahib çıxmasına, o qüvvələrə sahib çıxması fərqli səslənir. Biz də Türk dünyası olaraq, Türkiyə olaraq, Azərbaycan olaraq Həması buraxmalıyıq başına da bir nəyimizə lazımdır. Ona görə də İsraildən düşmən olmağa dəyməz mən hesab edirəm. Bəlkə mən çox önə gedirəm, bəlkə mən böyük Türkiyə dövlətinə ya Azərbaycan dövlətinə ağıl vermək kimi çıxmasın. Mənim subyektiv fikrimdə və mən müxalifətdə olan hakimiyyəti təmsil edən müstəqil, azad fikirli bir adamam deyən fikirlərimi səsləndirir. Bəlkə bunu bir başqası səsləndirə bilməz. Mən belə düşünürəm. Əgər uyğunsa fikirlərimi nəzərə alırlar yəqin ki. Və məncə indiki halda bizim Amerikanın da yaxşı münasibət saxlamamız lazımdır. Türkiyənin də, Azərbaycanın da, İsraillə də, qərb dövlətləri ilə də cəhənnəmə gedən Rusiyanın yoldaş mı olaq biz? Şərq qüvvəsi olan Çinlə yoldaş mı olaq biz? Və yaxud da İranla yoldaş mı olaq biz? Biz demirik bunlarla savaşa. Adekvat davranaq. Bizə necə davranırlar, nə davranaq? Amma bizim dostluğumuz, cinahımız, cəbhəmiz, strategiyamız, vizyonumuz, gələcək baxışlarımız aydın olmasa, müasir dünya, yeni dünya düzəlişi deyil. İdarə edənlər bizi idarə olunanlar səviyyəsində salmağa çalışacaqlar. Biz isə idarə edənlərdən olmalıyıq. Potensialımız buna bəs eləyir. İnsan amili olaraq çoxalan milləti demoqrafik vəziyyətimiz buna bəs eləyir. Tutduğumuz geosiyasi, coğrafi ərazimiz buna bəs eləyir. İndustrial qaynaqlarımız, yeraltı sərvətlərimiz, logistik imkanlarımız və s. və ilə. Ona görə biz belə vəziyyətdə heçdən başqasına görə qarşımıza bir düşmən yaratmaq və onunla o problemlə məşğul olmalı deyil. Aydındır, hörmətli Fərəc bəy, sizə təşəkkürümüzü bildiririk.